şəxsiyyəti 3 manat qiyməti olan insanlar Kərbəlanı sevməyəcək. Biri 5 manata satsın, biri 5 minə, biri 5 milyona, fərqi yoxdur. Hərə bir şeyə görə haqqı sata bilsin də, fərq etməz. Şeytanın bir istəyi var idi ki, ümumiyyətcə haqqın izin silsin yer üzündən. Kərbəla vəfalı insanların dastanı idi. Haqqa sona qədər sadiq insanların, sadiq kişilərin, sadiq xanımların yaratdığı gözəlliyi idi. Kərbəlanın vəfalı insanları elə bir zamanda haqqa sadiq oldular ki, əgər onlar da olmasaydı, nə baş verərdi? Şeytan öz istədiyini dünyada tam olaraq həyata keçirdərdi. Şeytanın bir istəyi var idi ki, ümumiyyətcə haqqın izin silsin yer üzündən. Haqq deyilən dəyər qalmasın, insani gözəllik, fəzilət qalmasın. Bütün bu şeytanın planın, oyunun onlar pozdular. Şeytan elə zənn eləyirdi ki, İmam Hüseyni tək tənha qoya biləcək. Tək qoya biləcək, tək, heç kim qalmayacaq ətrafında. Hamını, hər kəsi satın ala biləcək. Şeytan düşünmüşdü ki, hərənin bir qiyməti var, verəcəm, alacam. Verəcəm o qiyməti, İmam Hüseynin yanından onu çəkəcəm kənara. Lakin Kərbəla qəhrəmanları öz vəfadarlıqları ilə, öz əhdə sadiqlikləri ilə göstərdilər ki, heç bir qiymətə satılmayan kişilər də var. Heç bir qiymət müqabilində Allahı satmayan kişilər də var. Onlar bu gözəlliyi göstərdilər, satılmayan kişilərin gözəlliyin, satılmayan xanımların gözəlliyin. Heç bir qiymət müqabilində ala bilməzsiz bizi, dünyaya bunu göstərdilər. Ona görə satılan adamların Kərbəladan xoşu gəlmir. Ruhu 5 manat dəyəri olan, şəxsiyyəti 3 manat qiyməti olan insanlar Kərbəlanı sevməyəcək. Çünki orada satılmayan kişilər var. Baxacaq, dəli olacaq. Necə yəni, mən üzr istəyirəm, şəxsiyyətimi satım, bunlar satmasın? Ona görə acığı gələcək çoxunun Kərbəladan. Şeytan bir dünya yaratmaq istəyir ki, orada hamının bir qiyməti olsun. Hamını nəsə verib almaq olsun. Yeri gələndə o qiyməti təklif eləyib həmən insanın haqqı satmasına səbəb ola bilsin. Şeytan belə bir dünya yaratmaq istəyir. Yəni haqqa qarşı rahat gətirə bilsin insanları. Biri 5 manata satsın, biri 5 minə, biri 5 milyona, fərqi yoxdur. Hərə bir şeyə görə haqqı sata bilsin də, fərq etməz.